İnsanın ayağı torpağa, başı göylərə yaxındır. Bunun da öz mənası, özləri nizahları var çox kimi. Amma insanları tanımaq istəyirsinizsə, onların ayaqqabılarına baxın. Bax, bu ayaqqabının sahibi həyatını övladlarına həsr edən zəhmətkeş atadır. Bu qadın çəkməsi gələcəyə ümidləri olan, sevgilisini dünyanın ən yaraşıqlısı bilən və hər gün gələcəklə bağlı xəyallar quran gözəl bir qızındır. Ömrünün yarısı ailə problemləri, iş qayğısıyla yaşayan bir qadının çəkməsi. Daim maşın və asfalt görmüş kişi ayaqqabısı. Qızlarının cehizini düzəltmək, evin borclarını bağlamaq üçün bütün günü yollarda, bazarda, dükanlarda işləyən bir ana çəkməsi. Çəkmələr insanlar haqqında ən yaxşı məlumatları verir, xarakterləri açır. Siz nə etməyə çalışırsınız? Boşa düşmədim. Neyləmişəm ki? Nə etmisiniz? Bu şəkili gətirib asmışsınız mənim evimdən. Qapısı bağlı evimdən. Sizə kim ixtiyar verib belə bir hərəkət eləyirsiniz? Qumru xanım, baxın. Siz hər şeyi səhv başa düşürsünüz. Burada səhv başa düşüləcək nə var? Gətirib asmışsınız mənim evimdən. Gizlicə girmişsiniz. Bilirsiniz bu nə deməkdir? Qumru xanım, baxın. Mən bu işi tapşırmışdım bekara. O da həmişə kimi səhv eləyib. Mən onu da anladım. Sizdən də üzr istəyirəm, bir də belə şey təkrar olunmasın. Baxın, mən sizlə heç vaxt belə bir tonda danışmaq istəməzdim. Qədirə əl uzatmışsınız, yaxşılıq eləmişsiniz, çox sağ olun. Amma sizin bu elədiyiniz düzgün hərəkət deyil. Qumru xanım, biz bu barədə Qədirlə danışmışıq. Narahat olacaq heç bir şey yoxdur. Bilirəm, Qədir hər şey mənə deyib. Özü gətirib qaytaracaqdı. Amma fikirləşdim ki, mən gəlim qaytarım. Əgər məsləhət olsaydı, bunu Qədir eləyərdi. Ya da Kama. Amma sizin bu elədiyiniz hərəkət çox yersiz olub. Qumru xanım, bax, sakit olun, sakit, xahiş edirəm. Gəl bax, belə sakit vəziyyətdə bu məsələləri həll eləyək, fəssalam, tarsın geçsin. Nə var ki burada? Həll olunacaq heç şey yoxdur. Bizdən uzaq durun, kifayətdir. Sən artıq mənimsən, Qumru.
Oradan dülgələrdən birini göndərin gəlsin bura. Hoş gelmişsin Fira. Ama bak hiç salam da verin be. Ayşe bu başka mesele. Ne de bir de saymayacağım. Bak bu hele ki bəsdir. Hələ ki nədir, Rauf, qutardı. Ne kurtardı? Deyirəm ki hele ki bəs eləyər. Ama hele ki. Rauf, götürürsən o pulları, bir də mənə zəng eləmirsən. Başa düşdün, qutardı. Kurtarmayayım. Hele indi başlayır Fira. Nə indi başlayır? Sən məndən pul istədin, mən səndən pulu gətirdim. Deməli, məsələmiz həll olunub da, yox? Rauf, sənə deyirəm ki, qutardı. Ay kız. Ne kurtardı? Bırax məni. Qolumu bırax. Sakit ol da. Qolumu bırax! Sakit. Yaxşı, bıraxdım. Sən də məni əsəbləşdirsən də. Əsəbləşdirsən, bilirsən axı nələr eləyə bilərəm. Bilirəm, Ona görə çay iç, kofe iç. mənə səndən heç nə lazım deyil, Rauf. Gəl belə danışaq. Bugündən nə sən məni tanıyırsan, nə də mən səni tanıyıram. Axı mən səni tanıyıram. Sənin atavı da tanıyıram. Qaynatavı da tanıyıram. Hamımızı tanıyıram mən. Rauf, nə olur məndən uzaq dur. Ailəmdən uzaq dur. Xahiş edirəm. Uzaq durun. Uzaq durun. Deyirəm ki, uzaq dur. Hara gedirsən? Gözlə mən də gəlirəm. Olağa qeyd. Tabii müəllim. Şimdi ol. Durmaz. Otur, şimdi ol. Hayır. Hoş geldin. Hoş geldin. Otur. Üzürlü say. Belə xəbərsiz, ətərsiz gəldim. Bilsən qədər çox fikirləşdim. Anladım ki, mən səhv eləmişəm. Bu yüzden ne barədə deyirsiniz ki? Şəkil var. Gərək alıb verməzdim. Amma neyim? Ürəyim dözmədi. Deyirəm Ərdən, ürək də səhv eləyə bilirdi. Bayaq yoldaşım da gəlmişdi ofisə. Yəqin bilirsən də. Qumru sizin ofisə gəlib? Hə, xəbərin yoxdur be, hə? Yox, mən heç nə deməyim. O şəkili gətirdi, qoydu düzü. Düzü yaman. Utandım Qədir. Mənim əslində bu barədə mən özüm danışacaqdım sizlə. Bilirəm Qədir. Ona görə dedim, özüm gəlim, bir üzrxahlıq eləyim və bu anlaşılmazlığı da aradan götürək. Bu bekarı bilirsən də, ağavalan deyirəm bizim. O axmağa demişəm ki, apar o şəkli qoy həyətə. Bu avara da bilmirəm nə həngamə çıxarıb, qapını necə açıb, necə girib, asıb evdən. Of, biləndə bilsən nə qədər danladım onu, nə qədər danladım onu. Əbir müəllim, mən sizi başa düşürəm. Çox sağ olun, yaxşılıq eləmək istəmişsiniz. Amma yoldaşım Qumru bu məsələlərdə biraz həssasdır. O ki, qala bekara, bəli, bekar biz eləməyim. Heç yaxşı hərəkət deyil. Düzdür Qədir, düzdür. Bilirsən, mən Qumru xanımı da yaxşı anlayıram, özünə də dedim.
Dedim ki bir de böyle şey olmayacak. Esselam. Çok sağ olun. Geldim senden de üzürkaqlıq eləyim ki, məni səhv başa düşməyəsiniz. Estağfurullah müəllim. Hadisə dal. Hərdən dostlar arasında olur da belə şeylər. Amma bu o demək deyil ki, bizim əlaqəmiz korlanacaq, dostluğumuza bir xələl gələcək. Düzdür? Evet, tamam. Narahat olma. Lap yaxşı gətir, lap yaxşı. Yaxşı. Mən gedim. Sən də işindən qalma. Görüşərik. Yox, yox, otur, xahiş edirəm. Otur, narahat ol. Sağ olun ha. Hörmətli ol. Vala. Vala. Gözdə su gətirin. Hala kuzum dur. Dur su iç. Biraz iç. Yarsan. Yarsan kuzum. Ne olmuş ya? Geç görüm o Feridə, ne olub? Yıxılıb, baş ərlənib. Necə yəni yıxılıb? Sən bu uşağı niyə tək qoyub çıxırsan ki evdən? Sən bilmirsən ki bu uşaq xəstədir. Heç olmasa mənə xəbər elədi, hə? Yaxşısan qızım. Qızım, Qulur, mən sənə min dəfə demişəm, bu uşağı tək qoyma. Yaxşısan qızım. Pedir uşağın halı yaş değil. Çık danışarıq. Qədir, çıx danışarıq. Gözlərini yaxşı. Yaxşı. Buyur. Mən niyə deməmsən? Demişdim də Qədir. Deməmişdim. Demədim apar qaytar şəkli. Mən də dedim ki, aparıb qaytaracam da Qumru. Dedim ki, aparıb qaytaracam. Xəbər eləmədən Bəbir müəllimin ofisinə getmək nə deməkdir? Hə? Adam mənə deyəndə ki, yoldaşın gətirdi şəkili qaytardı, mən utandığımdan yerə girdim. Hələ adamın özü necə pis vəziyyətdə idi, onu demirəm. Pis olmuşdu. Qədir. Pis olan adam ilə hərəkət eləyir. Qumru neyləmişdi, eləmişdi də. Dedim gedib qaytaracam şəkili, oturub özü ilə də insan kimi söhbətimi eləyəcəm. Qədir, səhv eləyən mən deyiləm, səhv eləyən odur. Sən çox üz vermişdin ona. Uz verib neyirəm mən? Məsələ də olub da Qədir, heç şey eləmirsən. Nə deyir razılaşırsan, qarşı çıxmırsan. Ayıbdı deyə gördün neynədi? Gəldi də Qumru, gəldi, adam dedi səhv eləmişik. Özü də özü eləməyib, sürücüsü bekar eləyib. Deyir, bekar ağzıma gələn dedim ki, insanların evinə icazəsiz girmək nə deməkdir? Bu onlardan sonra çox gecdi Qədir. O həddini bilmirdi. Mən də həddini bildirdim. Qoy elə bilməsin ki, bütün qapılar üzünə açıqdır. Bax qızım, yeməyinə, içməyinə yaxşı-yaxşı fikir ver. Oldu? Bax, oralar soyuqdur. Əlin, başın isti olsun. Bax, unutma da bir-bir dediklərimi də. Xavər. Hə, yaxşı qızım, yaxşı. Sonra danışarıq. Yaxşı, öpürəm. Sağ ol bala, sağ ol. Hə, neynədin Dronqa?
Hə, drone bu nədir? Mənəm Lətifə. Az söz gəlişi deyirəm, nəsə eləyə bildin, de görüm. İşte mindim taksiyə, getdim qızın dalıyca. Hə. Taksi mənə deyir ki, 10 manat verməlisən mənə. Buna bax, mənə deyir ki, yarım saat səni gözləmişəm. Yarım saatı öz. Az ürəyim çəkildi, taksidə niyə danışırsan? Sözün məğzini danış görüm. Hə, nə oldu sonra? Heç nə taksidən düşəndən sonra qızı itirdim. İtirdin? Sonra tapdım. Sonra tapdım. Sonra? Gördüm ki, Hə. qızlarla oturub, Aha. içirlər. Şəkillərini çəkdin, çəkə bildin? Yox, daha gördüm qızlarla da niyə çəkirəm şəklini. Həm də ki, mənim telefonum xərabdır, köhnə telefondur bu. 50 ildir dəyişdirə bilmirəm. Ağabala həll deyir mənə ver, alacağam sənin üçün, alacağam, alıb qutara bilmir. Ona Ay Allah, ürəyim çəkildi. Hə, tamam. Get işinlə məşğul ol, sonra danışaq. Get. Gələn dəfə amma bax mütləq bütün şəkilləri çəkib gətirəcəksən mənə. hə, yaxşı, Get, gəlin. get işinlə məşğul ol. Bir dənə iş tapşırıram, onu da eləyə bilinir axıra qədər. Bu qızlarla niyə? Qədir. Apar bunları sat, Bəbir müəllimin borcunu qaytar. Necə bunları sat Qumru? Qədirə xahiş edirəm. Apar bunları sat, Bəbirin borcunu qaytar. Qoya çəksin bizdən. Bunlar sənin adcında aldığım deyil. Hə, nə olsun? Yenə alarsan. Qədir, indi nə kimi qoymamısan satmağa? Amma indi xahiş edirəm. Apar bunları sat, qaytar onun borcunu. Qumru, mən onun borcunu qaytaracağım. Nə vaxt? Gələn il. Qumru, işləyirəm də, yığım aparıb qaytaracağım. Sən narahat olma bunda. Narahatam Qədir, çox narahatam. Amma sən başa düşmək istəmirsən. Nəyi başa düşmürəm ki, Qumru? Olanımız, qopanımız budur. İstəmirəm də sataq. Yaxşı. Əgər bunlara görə narahatsansa, onda anandan alım, onu işləyib qaytararım. Ehtiyac yox anamdan planma. Niyə? Bəbirdən istəyə bilirsən, anamdan yox. Qumru, yığışdıraq da bu pul mövzusunda, xahiş edir. Mən də ona çalışıram, bir dəfəli yığışdırmağa. Amma sən istəmirsən. Qədir, gedib ya bunları satıb o Bəbirin borcunu qaytarırsan, ya da ki, nə Qumru? Nə aparıb özün verəsən? Ha? lazım gəlsə, hə. Nə qədərdir? 300 demişdim. Bəs yaxşı, qulaq as. Nə cür sardacaq bunları? Həmişəki kimi. Yeni paketdə. Sana bu ayrı inkişaf var maşallah. Qulaq as, mən gedim, axtarıb eləyərlər. Sən də danışdığımız kimi. Yaxşı, tərəf eləməsən sən. Nə var oldu, narahat olma. Gözümdə gələcək. Görüşərik. Sağ ol. Ay müəllim, mən sizə demişdim də ki, istəmir. Boyda yol durub getmiş Qədirin ayağına. Qədir kimlik? Əzizcə ki, bu boyda şəkil vurmuşdum itibara. Mən özüm bilirəm neyinirəm. Ay müəllim, bilirsə, mən demirəm ki, bilmirsə. İmtihası, sizin də adınız var, sanınız var. Mənə deyərdiniz, mən gedib həll eləyərdim da. Yox. Bu elə məsələdir ki, gərək mən özüm həll edeyim. Sən belə o şəkildə oradan götür.
Apar qoy maşına. Ana mən təzədən verəcək ona. Dedi belə də, yaxşı. Gözəldir da. Apara. Apar. İstəyirsən başqa rəngini sənə götürək, hə? Nə oldu? Deyəndən nəsə keyfin yoxdur. Yox, hər şey yaxşıdır. Hər şey yaxşıdırsa, onda birini də sənə götürək. Yox, istəmirəm, qalsın hələ. Niyə? Ərin kitab da çıxartdı. Heç olmasa indi normal əyin boşalsın sənə, hə? Ana, sən məni danlamağa çağırmısan, yoxsa paltarını göstərməyə? Danlamıram, həyatı öyrədirəm. Ana, başlama da yenə. Ağzında ana deyirsən. Necə başlamayım, Bilirəm, onsuz da xeyri yoxdur. Sən məni başa düşsəydin, heç əvvəlindən ona ərə getməzsin. Elə bilsən bilmirəm, qanın niyə qaradır? Kişinin fikri, zikri evini dolandırmaq olsun gərək. Başa düşürsən? Yoxsa televizora çıxıb Platon belə gəldi, Milaton belə getdi deməklə deyil. Sən pulu kişi getmişdin, nə oldu? Utanmırsan, hə? Utanmırsan, başıma vurursan bunu mənə. İnsan bütün ömrü xoşbəxtlik içində keçə bilməz. Əsas odur, mən kədərimi qədirlə bölüşə bilirəm. Bəs mən kiminlə bölüşüm? Hə? Görürəm qızım ürəyini verib fərsizin birinə. Dərdimi kimə deyim? Qədir fərsiz deyil, lap da yaxşıdır. Sən bu deyinməklərinə görə atam bizi atıb gedib. Yaxşı, onda səni niyə atdı? Hə? Sən nə eləmişdin ona? Günahın nə idi? Əl boyda uşaq idi, nə? Mən onun tərəfini saxlamıram. Mənə də pis təsir eləyib getməyi. Amma bunun mənim həyatıma heç bir adiyyatı yoxdur. Qaldı ki, mənim ailəmə sən narahat olma. Mən xoşbəxtəm. Xoşbəxtə. Mənim işgüzar qardaşım yenə dayanmır. Gəlsin, xoş gəldin. Sağ ol, sağ ol. Çay istədik, höküm bilərsin, içirsən. Yox, içib gəlmiş. Yeni sənətlərdir mən. Nəzər tez gəlmişsən. Nə yaxşı belə tez gəlmişsən işte. Nə bileyim, iş yaxşı oldu. Dedim gedim evə də. Məli evdə darıxır. Təkdir də, yazıq neynəsin. Bütün gün oturur, dərd çəkir. Düzələr inşallah. Olmur, Qədir, olmur. İnarsan, ümid eləməkdən də bezmişik. Yenə deyərlər ki, uşaq olmayacaq. Adam qəbul eləyər ki, də qismətdir də, olmur. Yoxsa elə bütün günü xəstəxana, ev, həkim, ev. Axırda da heç nə.
Niyəsə bu uşaqla bağlı ürəyim rahatdır. İnanıram ki, inşallah sizin uşağınız olacaq. Sən ol be, biz tərsən. Mən nə bilim, işləyirəm də yavaş-yavaş. Ay, yəni, gəlin lahşə bilmirsən, də gör nə olur. Evdə biraz söz-söhbət var İslam. Qumru söz-söhbət salam deyil, ha. Günah səndədir deyəsən. Və bu dəfə məndə deyil. Ha, bu deyir gedək anamdan pul istəyək. Mən də istəmirəm də, narazıyam da. Sən dəhşət adamsan, Allah and olsun. Ha, deyir gedin də, arvad sizə pul versin. Sabah da sən işləyərsən, pul qazanarsan, aparıb qaytararsan. Bir gün o sənə kömək eləsin, sabah da sən ona kömək eləyərsən də. İstəmirəm. Qardaş, bu arvadı məndən xoşu gəlmir. Mən bunu bilirəm. Nə yalan deyim, heç mənim də ondan xoşum gəlmir. Buradan da Bəvir müəllim köməklik eləyir, amma Qumru nə bilim, deyir, yaxşı adam deyil də. Mən başa düşə bilmirəm. Ay Qədir, qardaşın sənə bir dənə söz desin. Bu arvadlar var ha, Allah'ın olsun deyirəm, ağızları elə bir faldır. Bana nə çıxmır ağızlarından, şap o dəqiqə olur. İyisi tutar da sən Allah, sən də Qumru kimi nə bilim ya. Vallahi bu pis insan deyil də, bu yaxşılıq eləmək istəyir də, bunun başqa... Bax da qardaş, məndən demə, mən neyini? Möhtəşəm. Evet. Mən gedim müəllim. Nə şəkildir belə? Götür bunu as başqa yerdə. Qoy qalsın, bura yaxşıdır. Müəllim, mən gedim də. Dayan görüm. Görməsəm ürəyim partlayar. Elə indi Necəsən Qədir? Evdəsən, ha? Ha, elə mən də o tərəflərdəyəm. Deyirəm, sən gəlib çatana kimi mən də orada olaram. Aha, istəyirəm bir üzrxahlıq eləyim. Həm də söhbətim olacaq səninlə. Mənim valla gözümüz üstə yeriniz var. Amma doğrudan ehtiyac yoxdur. Oldu keçdi də, siz də iş-güz adamsınız. Yo, gəlin, əlbəttə ki, gəlin. Yarım saata müəllim, hardasa yarım saata mən çıxacam işdən. Yaxşı, oldu. Getdik bekar. gətirginə. Mən amma sən yox. Necə var mənim? Gedək, yolda başa salaraq sən. Ağa deyir, sür dəriyə, sür dayı. Apardım, qoydum qabağına, dedim lazım deyil belə şeylər. Qədir də başlayıb ki, niyə eləmirsən? Deyirəm, ay Qədir, sənə dedim də, götür apar ver. Niyə əziyyət çəkirsən? Onsuz da gedirəm. Heç bir əziyyət yoxdur. Hə, demək, Qədirlə də arandaydı. Əslində mən Qədiri başa düşürəm. Bəbir onun elminə qiymət verir, ya da ən azından özünü elə göstərir. Məncə sən düz deyirsən. Elminə qiymət verir. Yox bir. Nəsə özünü çox şübhəli apar. Hiss edirəm ki, niyyət o deyil. Hər daşın altından bəbir çıxır. Nəsə olur, baxırıq ki, kimə yeyib bəbir müəllim.
Qədir ona necə inanır? Bax, ağıllı savadlı uşaqdır. Elə mən də ona əsəbləşirəm də. Deyir, xeyriyyəçidir o. Xeyriyyəçi. Yox bir messinat olub başımıza. Sir sifətindən də şor gözlüyü yaxır. Mələk, elə mən də ona görə narahatam da. İndi bilmirəm nə edeyim. Neyəcəksən? Nə lazımdır eləmsən də? Əslində mən Qədirə görə narahatam. Düzdür, ona qəti şəkildə demişəm ki, o adam bizdən uzaq dur. Amma hiss edirəm də, nəsə o adamdan utanır. Çəkinir ki, ona qarşı nəsə birdən kobudluq eləmiş olar. Bu dünyanın adamı deyil də bu Qədir. Heç bu dünyanın adamı deyil. Ürəyi çox təmizdir. Sən düz eləmsən. O bəbirdi nədir? Ağzın payını vermisən. Lap əla eləmisən. Amma Qədirlə daravı pozma da. Ay bacı, kişinin evdən soymağı 2 ruçidir. Bax, sən belə elə. Ən qəşəng paltarını giy. Bənsə, düzəl. Keç ərinin qarşısına. Yaxşı da, sən də. Nədir? Düz deyirəm də. Vallahi, sənin işin lap çətindir. Biz ərlərimizi qadınlardan qoruyanda, sən də kitablardan qoruyursan. Dey, gələ. Bəbir, güyamış kitab çıxartmaqda ona kömək eləyir. Bu da bağlanıb ona. Allah eləməsin. Sabah birdən varlı dövlət arvad qabağına çıxsa, neyinəcəksən? Hadi, nə gülürsən? Düz deyirəm. Mən də söz danışdım da. Mən də danışım, düz danışım. Sən bacıma qulaq as. Yaxşı. Dilbi şirin elə. Ərinlə də mehriban keçin. Neysə, bir qurtum çayımı içim gedim. Bayaqdan həyecanla səni dinləyirəm. Çıxım gedim, danışarıq. Yaxşı, çayını da içmə. Dediklərimi elə. Yaxşı. İşdin mən? Eşitdim. Saxla. Bəli, Deyirəm, saxla maşını. baş üstə. Buradan o yana özüm sürəcəm. Sən də belə elə. Ged ora o çəkməçiyə, Qədirin başını qat orada. Ay mənim, sən qurban olum, mən onun başını nətər qatmaq? Mən onunla söhbətim tutmur. Həm də şübhələnir hər dəfə. Bax, şimdi nə edeyim? İndi də gedim çəkməz lazım bağlayım, ay mənim, nətər eləyim? Düş maşından, düş. Ay müəllim. Düş. Çıxart ayaqqabını. Nətər? Ayaqqabını çıxart. Tez elə çıxart ayaqqabını. Sağ ol. Ver bura. Ay mən neymiş? İndi get. Çəkməcəyə ver, tiksin.
Salam ailədir. Salam, salam. Nə oldu qədər? Sağ Allah, bir dənə bunu dişdə. O boyda yolu rəqalın gəlmişəm. Ayağıma da batıb gəlmişdi. Qoy qalsın, sabah gəlib götürərsən səhər. Sağ Allah, indi mən bu boyda yolu ayağıma geri qayıdım. Ayaqyanlıya qaydırsan ki, maşınla deyilsən, hə? Ay yox, bu gün maşın yoxdur ki, məndə vermişəm Bəbir müəllimə. Bu gün işim var idi, icazə almışdım. Göyə getməyin odur, gəldi belə oldu, çıxıb gedəm mən. Sağ Allah, bunu diş tələsirəm, get. Peşər bir-birini boş verirəm, tələsirəm məndə çıxmalı. Ədi, çox olsan da sən Allah, adamla adama işi düşər. Bu boyda kitab yazmışsın, bu nə işçi səhnədə? 5 dəqiqəli işdə tik bir yerdə yedi. Otur sən Allahdır. Bu necə belə cırıla bilib? Heç özüm də bildim ki, nətər oldu. İndiki ayaqqabılarda keyfiyyət qalır, vay qardaş. Heyif deyildi o vaxtın ayaqqabıları. Hələ özümüzə bir razmer böyüdardı ki, balaca qardaşımız giyinsin. İndi yoxdur elə şey. Sən Allah bir həll elə gedək. Peşər, doğrudan tələsirəm də çıxmalıyam mən. Mən başa düş. Bax, mən də tələsirəm. Bax, özüm sənə kömək edəcəm. Qədir, nə lazımdır, sap. Hardadır, bax. Nədirsə kömək edin. Bir dənə həll eləyək, sən Allah. Bir yerdə gedək də. Sən Allah gedək. Ayağım da gör, nə günah alıb. Bax. Bütün yola əli gəlmişəm.